Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 27-ci dərsi oxuyuruq. Keçən dərsimizdə mətləb bundan ibarətdir ki, mərhum Şeyx Murtəza Ənsari nəql elədi ki, bəzi alimlər buyururlar ki, qeybətin şərti budur ki, gərək orada məhsur olsun, qeyri-məhsur yox. Yəni, bir nəfər ki, digərlərin eyiblərini açır, o digərlər qeyri-məhsur olsa qeybət hesablanmır. Məhsur olsa qeybət hesablanır. Məhsurla qeyri-məhsurun da mənasını keçən dərslərimizdə qeyd eləmişik. Və mərhum şeyx buyurur, vəluv ərədəl əğləb fəfi kovnihi iğtiyabən likulli minhum və ədəmuhu ma təqəddəmə fil məhsur. Buyurur, əgər qeyri-məhsurdan, məhsur yəni ədədlənmiş, qeyri-məhsur yəni ədədlənməmiş. Misalı da dünənki dərsdə də oxumuşuq. Məsələn, bu şəhrin əhli, yaxud ərəb, yaxud əcəm, bunlar qeyri-məhsurdur. Əgər iradə eləyib əğləbi, əğləb budur ki, məsələn, qeyri-məhsurda əğləb yəni çoxu. Məsələn, belə deyə, bu kəndin əhalisinin 80% yalançıdır. Burada əğləb iradə olundu. Yəni çoxu, qaldı 20%. Məsələn, bir nəfər ki, deyə, bu kəndin %80% yalançıdır. Burada necə? Deyə bilərik ki, bu qeybətdir, bu cəmaatın arxasıca danışmaqdır, onların haqq və hüquqlarına girməkdir, ya yox? Vələv ərədəl əğləb fəfi kovnihi qeybət iqtiyabən likulli minhum. Görək, bunların hər təkbətəkinin dalıca qeybətdirmi və ədəmuhu, ya qeybət deyil. Buyurdu, ma təqəddəmə fil məhsur. Məhsurda dediyimiz söz burada da gələcək. Məhsurda dediyimiz söz nə idi? Məsələn, 5 nəfər, 10 nəfərin arxasıca bir nəfər danışır, qeybət eləyir. Orada qeyd eləmişdik ki, görək qeybətdir, hər təkbətəkinin dalıca, ya qeybət deyil. Orada 3 dənə rəy var idi. 3 dənə rəyin biri bu idi. Deyək ki, bunların hamısının arxasıca elə qeybətdir. Bu bir rəy. İkinci rəy budur ki, o həqiqətdə onların içində o eyibli şəxslər ki var həqiqətdə, onların dalıca qeybətdir, qalanlarına da pislik eləməkdir. Üçüncü rəy budur ki, heç birinin dalıca qeybət deyil. İndi burada da bir nəfər deyək ki, bu şəhrin %80% yalancıdır. Bir dəfə deyərik ki, bunların hamısının dalıca qeybətdir. İkinci rəy budur ki, bəli, onların içində, o şəxslərin içində həqiqi eyib sahiblərinin dalıca qeybətdir, digərlərinə də pislik eləməkdir. Üçüncü rəy budur ki, və ədəmuhu, heç birinin dalıca qeybət deyil. Mərhum şeyx burada da xüsusi olaraq öz fikrini demir, buyurur bu 3 dənə rəy, necə məhsurda demişdik,
elə qeyri-məhsurda da əğləb iradə olunsa, o vəclər, bu yollar gələcək. Ona görə buyurur, ma təqəddəmə fil məhzur. Və bil cümlə, nəhayət, fəl-mədar fit təhrim, qeyrul mədar fi sidqil qeybə. Buyurur, təhrimdə olan meyar, qeybətin o yerə sidq elədiyi meyar deyil. Və beynəhuma umumun min vəc, yəni təhrimlə qeybətin arasında, haramla qeybətin arasında olan nisabul ərbənin, yəni haşiyədə, məntiqdə ki, oxumusunuz, nisabul ərbəə 4 dənə nisbət, o 4 dənə nisbətin birisi amma xası min vəchidir. Ona görə buyurur, fəl-mədar fit təhrim, o haramlığı sabit eləyən meyar, qeyrul mədar fi sidqil qeybə, o yerə qeybətin şamil olmağının mədarından qeyridir, meyarından qeyrisidir. Necə bunların arasında ammi xassı min vəc var, onların yerlərini deyək ki, məlum olsun. Məsələn, bəzi yerlərdə var ki, orada haram baş verir, yəni orada haram olur, amma qeybət olmur. Məsələn, bir nəfər məşrubul xəmrdir, bir nəfər araq içəndir və bu şəxs də ki, bunun halı məlumdur ki, bəli, bu adam araq içəndir. Və sən də deyirsən ki, filan kəs araq içir. Səndən eşidən adam da bilir ki, kimi nəzərdə tutursan. Bilir ki, filan kəs araq içəndir. Burada qeybət yoxdur. Çünki burada sən eybini açmırsan. O eybi onsuz da o şəxs bilir. Və lakin sən ki deyirsən, filan kəs araq içəndir, məqsədin onu məzəmmət eləməkdir, onu naqisləndirməkdir. Bu surətdə qeybət yoxdur və lakin həram var. Niyə həram var? Çünki məqsədin onu məzəmmət, onu naqislətdirməkdir. O cəhətə görə sən həram iş görübsən. Amma qeybət yoxdur burada. Çünki sən bir nəfərə deyirsən ki, o adam da özü bilir ki, o adam araq içəndir. Yəni, burada hansısa eyb aşkar olunmadı, gizlin bir şey aşkar olunmadı. Onun üçün burada qeybət olmur, haram olur. Bu bir yeri. İkinci yer, məsələn, mümkündür orada qeybət olsun, lakin haram olmasın. Məsələn, nə kimi? Bir nəfər ki, mütəcahir bi fisqidir, orada qeybət icazəlidir, qeybət, bəli, orada mövcuddur və lakin haramlıq yoxdur. Çünki niyə? O adam mütəcahir bi fisqidir, orada sənin deməyin orada haram iş görməmisən. Yaxud qeybətin digər istisna olunan yerləri ki, bəzi yerlərdə qeybət istisna olunur, orada da demək olar. Burada haram mühəqqəq olmadı, amma qeybət oldu. Bəs deməli, bir yerdə haram oldu, qeybət olmadı, bir yerdə qeybət var, haram yoxdur. İndi bir yer olsun ki, orada həm haram olsun, həm qeybət olsun. O da bunun kimi, məsələn, bir nəfər günah eləyib gizlində, sən onu aşikar eləyirsən. Burada həm qeybət var, həm haram var. Bəs iki yerdə ayrıldılar, bir yerdə cəm oldular. Ona görə də mərhum şeyx buyurur ki, haramın meyarı qeybətin meyarı kimi deyil.
Bunlar fərqli-fərqlidir. Mümkündür qeybət olsun, haram olmasın. Mümkündür haram olsun, qeybət olmasın. Mümkündür bir yer olsun, həm haram olsun, həm qeybət olsun. Ona görə buyurur və beynəhuma umumun min vəc. Ona görə də deyir ki, o 4 dənə nisbətun nisəbul ərbəənin biri ki, amma xassı min vəchidir. Bunların arasında bu nisbət mövcuddur. Əs-sani, yəni qeybətdən ikinci bəhsimiz. Fi kəffarətul qeybə. Qeybətin kəffarəsindədir. Yəni bir nəfər qeybət eləyib, bunun kəffarəsi nədir? Əl-mahiyyə ləha. O kəffarə ki, o qeybəti aradan aparsın. Bilməmisən, qeybət eləmisən, ya bilmisən, qeybət eləmisən, haram iş görmüsən, indi nə kəffarə verəsən ki, o qeybəti aradan aparsın. Və müqtəza kovnuha min hüquqin nas. Bunun müqtəsası budur ki, biz əvvəla sabit eləyək, qeybət insanların hüququdur, haqqun nasdandır. Təvəqqufur rəf'uha əla isqati sahibuha haqqahu. İkincisi budur ki, o qeybəti aradan aparmaqlıq bağlıdır. O şəxsi ki, onun arxasıca danışmısan, qeybətən eləmisən, o öz haqqını saqit eləsin. Bəs burada mərhum şeyx buyurur ki, biz 2 dənə iddianı sabit eləməliyik. Birinci iddia budur ki, biz sabit eləməliyik ki, qeybət haqqun nasdır, insanların hüququdur. Bu bir. İkinci iddiamız da bu olsun ki, o qeybəti aradan aparmaqlıq bağlıdır. O şəxsi ki, onun dalıca qeybət olunub, o halal eləsin, o bağışlasın. Bu da ikinci iddiadır. Bəs burada 2 dənə iddianı biz sabit eləməliyik və sonra da bu bəhsi biz eləməliyik. İnşallah gələn dərsimizdə bu 2 dənə iddianı mərhum şeyx necə sabit eləyir, o barədə danışarıq. Elhamdülillahi Rabbil aləmin.